Balakən şəhərində Tenere restoranı satışa çıxarılır. Restorana ait ışık transformatoru gördüğünüz gibi. Çay kənarıdır. Yolu asfalt yoldur. Gördüğümüz qaz xətti çəkilmişdir. Gazı, suyu, işığı, interneti hamısı iştəkaldadır. 16 sot torpağın içərisində yerləşir. Restorana ait ışık generatoru, yani ışıklar ki generatör koyulmuştur. Restorana ait maşın dayanacağı, yani stayankadır. Restorana aittir. Restoranın ön tarafında axran otağı, restoranın girəcəyinin sağ tərəfində kişi ayaq yolusudur. Tam təmirlidir. Üçüncü mərtəbəsi açıq terrasdır. Yan tərəfdə gördüyümüz restoran iri mətbəxlidir. Akarsudur. Yani su bu hissədən daxil olur və ön hissədən xaric olunur. Restorana ait şərab evsi var. Qazan yeməkləri üçün olan gördüğünüz gibi çöldə durur. Bu hissədə quzu çevirməsidir, yani demək olar ki Azərbaycanda yoxdur. Çöl manqalıdır. Aynalar hamısı cam balkondur. Gördüğünüz bu hissədə kabinetlərin birini çəkirəm. Hər otağına ait kondisioneri var. Otaqlara ait hər birində kondisioneri var. 5 kabinet 10 nəfərlik belə bir tam təmirli otaqlardır. Hamısında da cam balkondur. Bu hissədə 40 nəfərlik otaqdır. Bütün otaqlarda və restoranın özündə də yeri Teplopoldur. Hal-hazırda da Teplopol iştəkaldadır. Bu hissədə 40 nəfərlik otağıdır. Karaoke zalı var. 20 nəfərlik. Burada da Teplopol'u qeyd etdiyim kimi.
Yeri gördüğünüz gibi keyfiyatlı metlak vurulmuştur. Restoran her taraftan hasara alınmıştır. Restorana ait 3 tane katelnisi var. Yani istisnası var bu hissada. Katelnide 3 tane belə bir restorana ait katelnisi var. Bu hissədə də belə bir otağı var. Otağın özünə ait hamamı ve aygıyosu var. Bu otağa aittir. Gördüğünüz bu hisse. Bu hissədə, yani bu ikinci mərtəbədə yeri də mərmərdir. Ofisə ait otağıdır. Yani müdür otağıdır. Açık balkonu var. Her otağa ait kondisioner yerləşdirilibdir. Qeyd etmişdim. 45 kamera sistemi təchiz olunub. Işıqlandırma sistemi koyulmuştur. Gördüğünüz. Yani her tarafta bu ışıklandırma sistemi koyulmuştur. Bak bu hissedeler. Restoranın mətbəxinə daxil olduk. Mətbəx gördüğünüz gibi çok geniştir. Burada da kamera sistemidir. Tam təmirlidir. Sol tarafta ve içeri tarafta gördüğünüz gibi mangal konusu, tandırı, soyucudur. Kafelenmiş 2 tane kürası. Mətbəxdən padvala girişi var. Mətbəxin ambarı kimi istifadə olunan belə bir tam təmirli otağı var. Bu hissədə işçilərin paltar dəyişmə otağıdır. Bu hissədə 4 tane kombi istemişler. Burada da padval var. Yine ambar kimi istifadə olunur. Tam təmirlidir. Mərtəbə araları beton monolitdir. Birinci mərtəbənin girəcəyində gördüğünüz kimi ay yoludur. Bu hissədə də yine ay yoludur. 90 nəfərlik iri, geniş, tam təmirli zalıdır. Daşma tavanlı, dəbdəbəli qab-qacağı var, yəni belə deyək də bahalı qab-qacağı var. Mətbəxdə bu hissədən daxil oluruq. Yəni gördüyünüz
Yine matbaası. Bu hisseden yani ortaya dahil olurum. Geçen ikinci mertebesine ikinci mertebenin girişinin sağ tarafında yine ayrı yollardı. Bu hissədə qurutma otağıdır, pataryan maşınıdır. İkinci mərtəbəsində 3 tane kabineti 10-12 nəfərlikdir. Hər otaqdan açıq balkonlar çıxış qapıları qoyulmuşdur. Ön tarafta gördüğünüz kimi dəndin otağından Balakən çayı axır. Yan tarafında Heydər Əliyev parkıdır. Qeyd olunduğu gibi 3 tane bu hissədə kabinet və yine bu hissədə də 20-22 nəfərlik belə bir geniş otağı var. Her bir otaqdan çıxış qapıları qoyulmuşdur. Gördüğünüz gibi her otağa ait açıq balkonu var. Her otağa ait kondisioneri, televizörü var. Keçən 3-cü mərtəbəyə. Üçüncü mərtəbəsi terasdır. Yayda istifadə olunur. Teras 120-130 nəfərlikdir. Her taraftan dağlar ile əhatə olunmuşdur. Gördüğünüz yine qeyd Balakən çayıdır. Torpağı qeyd olunduğu kimi 16 sotdur. Kupçalıdır. Natural qaydada alqı-satqı edərək obyekti, yəni restoranı əldə edə bilərsiniz.